Hər kəs salam, mən Hüseyn Salmanov. Bugün çox maraqlı bir video ilə yenə qarşınızdayım. Nə videosudur? Çoxdandır gözlədiyimiz dönər videosudur. Bakının ən ucuz, orta və ən bahalı dönərlərini test edib sizlərlə bölüşəcəyik. Hal-hazırda Ayna Sultanovdayıq. Ayna Sultanovun arxasında Keçmiş Erlobus Parkı deyilən yerin önündəyik. Birinci məkanımız ucuzlu dönər verilən yerdir. Gedə görə qiyməti necə olacaq? Gəl. Salam, hər vaxtınız xeyir. Bir dənə dönər verərsiniz də zəhmət olmasa. 1.50. Bakının ən ucuz dönəri yəqin ki siz verirsiniz. Şübhəsiz. Hazırdır, 3 dəqiqə falan çəkdi. Görək dadı necə olacaq. Ayna Sultanovun arxasında Qaçqınlar Məhəlləsi deyilən yerdədir. Qardaşın işlətdiyi yer. Çəkmişdik biz burada video, xatırlayırsınızsa. Lülə kebab videosunu çəkmişdik. Ən ucuz lülə kebab elə qarşıda verilirdi 3 manata. Deməli, götürək dönərimizi, paketə ki qoyaq burada qalsın. Toyuq dönəridir. Qiyməti 1 manat 50 qəpikdir. Ayran da 50 qəpik, toplam 2 manat. Sizin göstərim. Dadına baxaq. İsti-isti. Biraz palçıq kimi olub və açığı ətin dadını çox hiss eləyə bilmirəm toyuq ətini. Qoy ayrıca yeyim toyuq ətini. Ətin dadını hiss eləmək olmur. Göy belə deyim, pomidorun suyu çörəyə çıxıb elə bir dad istəyirsən. Dönərin dadı mənə nəyə xatırlatdı? Hardasa belə deyim, məktəb vaxtlarında və tələbə vaxtlarımızda. Tələbə deməyək, əsas məktəb vaxtlarımızda. Məktəbdən qaçıb gedəndə ya kimlər nəsə görüşəndə dönər alıb yeyirdik putukalardan falan. Demək olar ki, hər məhəllədə olurdu. Həmin dönərin dadını verir. Köhnə illəri qaytardı məni biraz sözün açığı. İndi amma müqayisə eləsək, yəni 1 manat 50 qəpik qiyməti çox aşağıdır. Həddindən artıq aşağıdır. Ya 1 manat 50 qəpik günü bu gün də verirlər heç nə, amma çörəkdir, pomidordur, xiyardır, göyərti və toyuq ətidir. Bunların toplasam bəlkə də heç mahiyə dəyəri 1 manat 20 qəpik falan eləmir, amma burada 1 manat 50 qəpik dönər verirlər. Qiymət və keyfiyyət olaraq müqayisə eləyəndə 4 bal verərəm. Çünki 1 manat 50 qəpiyə belə bir dönər normaldır, yaxşıdır. Amma keyfiyyət olaraq sırf baxırıqsa 3 verərəm açığı. Çünki orada toyuq ətinin dadını ümumiyyətlə hiss eləmək olmadı. Məqsəd zaten dönərdirsə, toyuq dönəri yeyirsənsə, orada toyuq ətinin dadını hiss eləməz, amma heç hiss eləmədim. Ümumiyyətlə ayrıca da ətin özünü yedim, toyuq ətinin özünü yedim. Dad hiss eləmədim, bilmədim. Heç bir dad yox idi da. Dadsız bir şeydi. Belə indi isə keçək orta büdcəli məkana, gedək görək orada dönər necə verilir. İzləmədə qalın və video bəyənməyi və yazmağı, abunə olmağı unutmayın. Yazılan bütün rəyləri də oxuyuram. Çox gözəl rəylər yazırsınız. Buna görə də sizə minnətdaram. Çəkməyimizi istədiyiniz hər hansı bir konsept varsa, onu da şərh bölməsində mütləq şəkildə qeyd edin. İzləmədə qalın, getdik. Gəldik ikinci məkanımız Qaraçuxurda yerləşən Şeyx restoranına və qeyd edim ki, sizlər tərəfindən rəy bölməsində ən çox məsləhət gördüyünüz restoranlardan biridir. Gedə görə burada dönər neçədir, dönərin dadı necədir? Getdik. Sifarişimizi verdik. İlk öncə onu deyim ki, özümüz gedib ofisant axtarırıq. Yaxınlaşan yoxdur. Yəni bunu nəzərə alın gələndə. Google-da da baxıram rəyləri, ən çox o ilə bağlı şikayət edirlər. Ofisantın olmamağı ilə bağlı şikayət edirlər ki, haqlıdırlar. Çox bölüşdürüblər otaqları, kabinetləri. Ona görə işçi də bölüşdürməklərində düşünürəm ki, çətinlik çəkirlər. Sifarişimizi verdik. Görün istək hazır olacaq. Vaxtımızı da qoşaq. Oturduğumuz yer belə bir yerdir. Qadınlar ayrı, ailəvi yeri ayrı, bəylər üçün ayrı. Sifarişimiz də gəldi. Belə bir dönərdir. Yəni zəhmət olmasa için yaxından çəkin. Əti az deyil, boldur. Dadına baxışırıq, dad necədir. Buranın bu arada rəy bölməsini çox yazmışdınız. Şeyx restoranında dönərləri yaxşı olur. Biz də yoxluq görürük, dad necədir. Ətin ayrıca da dadına baxın. Görün, dad necədir. Ətin dadı kebab dadını xatırladır. Közdə bişiriblər deyilədir. Biraz his dadı gəlir, köz dadı gəlir. Qiymət olaraq da 3 manat 40 qəpikdir. İçində də bayaq qədər ət var, az deyil, yəni çox idi. Bu arada sifarişimiz hardasa 5-6 dəqiqə gəldi, yəni tez gəldi, gec gəlmədi, vaxtında gəldi. Amma bir dənə nəqs sifariş etmişik, nəqs sənə də gəlməyib. Bəlkə də yadlarından çıxıb gətirmədilər. Bu ofisatla bağlı həqiqətən burada müəyyən belə deyim problemlər var. Mənim bu məkan üçün verəcəyim bal 4 bal olacaqdı səmimi olaramsa. Amma açığı bir də gələrəmmi, gəlmərəm. Ən azından gəlib əyləşmərəm. Amma dönəri alıb ayaqüstü yeyib gedə bilərəm. Çünki xidmət həqiqətən çox zəif. Həqiqətən yəni o deyil. Google Map'də də gəlməmişdən öncə rəylər oxumuşdum. Xidmətlə bağlı çox şikayətlər var. Şimdi onları sizlərlə bölüşəcəm. Bu məkan üçün verəcəyim bal 4 bal olacaqdı. Qiymət olaraq 3 manat 40 qəpikdir. Əti yaxşı idi, dadı yaxşı idi. Köz dadı verirdi. Közdə bişirdikləri üçün düşünürəm ki, onlar qiyməti də normaldır. 3 manat 40 qəpikdir. Məkan da Qaraçuxurda yerləşir. Amma interyer olaraq tam olaraq o deyil. Xidmət olaraq tam olaraq o deyil. Google Map'də bu məkan üçün 138 rəydən 4.6 bal alıbdır. Biz də öz rəyimizi yazaq. Dönərə verəcəyim bal 4-dür. Ona görə 4 veririk. Qidaya verəcəyimiz bal 4, xidmətə verəcəyimiz bal hətta 2. Atmosferə verəcəyimiz bal 3, öz rəyimizi də yazırıq. Dönər əti dadlı idi, amma çörəyi sos səbəbindən biraz xəmir kimi olmuşdu. Ümumilikdə yemək pis deyildi, dönər pis deyildi. Məkanda xidmət isə qətiyyən bəyənmədim. Xidmətə verəcəyim bal maksimum 3 olar. İnteryer də tam olaraq ürəkdən açan deyildi. Məkanda bir sifarişimiz də var idi. Toyuq nəqs və kartof idi. Kartof ilə yaxşı tam gəlir. Ona görə kartof də bəyənmədim. Toyuq nəqs alınma deyil, hazır deyil. Yəni özləri burada hazırlayırlar. Yaxşı bir nüansdır, amma üstün rəngini görürsüz, çox qurudublar. Və əti hədsiz bəhşdir, rezin kimidir. Bunun da sözünü açıq o qədər bəyənmədim. Kartof friyə verəcəyim
3 olar, nə isə verəcəyim val 3.5 olar. Bunu da burada vurğulayım. Mövzudan kənara çıxmayaq ki, növbəti dönər məkanına. İlk 3-cü məkanımız Xətadə yerləşən Hayrət dönərə. Qeyd edim ki, bura yeni açılıbdır. Çox maraqlı menüsü var. Gedə görək dönərlər necədir? Maraqlı olacaq. İzləmədə qalın. Gəlmiş restorana, sifarişimizi verək. Maraqlı, interyeri çox yaxşıdır. Yeni təmir olunub, Xətayda yerləşir. Görək dönərlər necədir. İçəridən biraz qoxu gəlir, yeməyin qoxusu gəlir. Çünki mətbəxdə açıqdır, göstərərəm. Çox zəngin menüsü var. Mən sosial mediada baxmışdım. 20 manata qədər, nə bilim 60 manata qədər dönərlər var. Amma 60 manat dediyim yarım kilo falandır da. Menüsünü göstərim sizə də, baxın. Yarpaq şalx dönər 1 kilosu 120 manat, 500 qramı 79 manat 50 qəpik. Maraqlı. Burada da burgerlərdir. Deməli, dönər sifariş verdik, amma dönər qurtardığımız üçün məcbur olduq dönəri gözləyək. Dedik 40 dəqiqə gözləməli dedik. Dönər pişənə qədər də lahmacun sifariş verək. Dönəri taxırlar burada, görürsünüz. Lahmacun göstərim belə bir. Bəs pomidorları sanki quruyubdur. Üz qabığından görə bilirsiniz, dəqiqin ki. Belə də lahmacundur, sadə lahmacundur. Götürü lahmacunu göstərim. Yenə də göyərtilərindən dobro qoyuruq içinə. Limondan da sıxırıq. Ordubad üslu bir dənə dürmə hazırlayırıq. Çörək qətiyyən xırçıldamır, heç xırçıldamır da və çox yağlıdır, aşırı yağlıdır. Açıb elə də bəyənmir. Köşəbaşı restoranında yediyimiz lahmacun idealı. Yağı məncə aşırı yağlıdır. Göstərim belə də. Lahmacun qiyməti 4 manat 90 qəpik sadə lahmacun, ayran isə 2 manat 50 qəpik. Görə ayranların izlədir. Ayranlar qəşəngdir. Gəlmişkən lahmacuna da bal verir. Lahmacuna 4 bal verir, ayrana isə 4.5 verirəm. Ayran qəşəng idi. Dönərimiz az qalıb pişir yavaş-yavaş. Artıq 40 dəqiqə olar ki, sifarişimiz gözləyir, hələ də gəlib çatmayıb. Normaldır, təzədən dönər qoyublar, ona görə bu qədər vaxt çəkir. Ona görə siz də neyəsiniz? Həmin vaxtda zəhmət olmasa kanala abunə olun, bəyənin və rəy yazın ki, ən azından dəstəyinizi belə göstərə bilərsiniz. Rəylərinizi yenə deyirəm, oxuyuram, çox möhtəşəm rəylər yazırsınız, var olun hər biriniz. Bir də 3 nəfər sifariş verdik dönərə gözləyənə qədər. Bütün menü sifariş vermişdi, oxşum dönər gözləyənə. Bunu da dadı görək necədir. Şöyle dondurma ilə yeyək görək necədir. Amma pendiri qəşəng uzanır. Şirinlik qaydasındadır, yağ dadı vermir. Pendiri qəşəng dartılır, yəni uzanır. Adamın ürəyi vurmur. Bəyəndim. Dondurma ilə vahşi dadılır. 3 nəfəyə də 5 bal üzərindən 4.5 bal verirəm. Dönərimiz də gəldi, belə bir maraqlı formada gəlib. Çörək də Hayrət çörəyidir. Çəkim yaxından. Dadına baxaq dönərin. Deməli, dönərimizi yedik, Hayrət dönərdə Xətayda yerləşən. Mən bu məkan yediyim bu arada deyim ən möhtəşəm dönər deyildi. Mən sözünü açıq gözləyirdim ki, deyəm ki, ən möhtəşəm dönərdir, amma yedim ən yaxşı dönər deyildi həqiqətən. Buna əvvəlki videolarımızda 1-2 dönərdən biz test eləmişdik. Mən oranın dönərini daha çox bəyənmişdim, nəinki bura. Qiymət olaraq bu məkana verəcəyim bal 4 bal olacaqdı, amma gələrəm, yenə gələrəm. Çünki menyular həddindən artıq zəngindir. Ən çox maraqlı belə deyim də dönər çeşidləri var. Onları hər yerlərində birini test eləmək istəyərəm. Çox maraqlıdır, yəni diqqətimi çəkib. Amma bal olaraq 4 bal verərəm. Xidmət yaxşı idi, interyer çox yaxşıdır. Menyuları çox zəngindir, mənim şəxsən ləzzət elədir. Məkan adı əgər dönərdirsə, orada çeşidlər çox olmalıdır ki, burada da çeşidlər həddindən artıq çoxdur. Google Map-də görə neçə bal veriblər? Google Map-də 88 rəy üzərindən 4.3 bal alıbdır ki, bura. Rəylərdə də iradları da var, belə deyim, yaxşı rəyləri də var, pis rəyləri də var. Dönər çox gec gətirirlər, 15 dəqiqədən çox dönər gözləmişəm. Hər şey çox mükəmməl, porsiyalı böyük, qiymətlər uyğun və keyfiyyətli. Hər şey çox gözəldir, iftar yeməkləri, servis, Hayrət dönər ekipajına xüsusi təşəkkür edirəm. Mən bu arada yediyim klassik dönər deyildi, Hayrət dönər idi. Biraz anlaşılmazlıq oldu deyə sifarişdə ofisant mənə Hayrət dönəri gətirdi, amma mən klassik dönəri yeyib digər məkanlarla müqayisə eləmək istəyirdim. Bu arada ən çox sevilən dönərlərdən biri də Hayrət dönərdir ki, mən onu açıq elə də bəyənmədim. Bal olaraq 4 bal verdim. Mənim sevmədiyim burada nə oldu? Çörəyi qalın idi. Ətdən artıq belə deyim də, iri idi. Yeməkdə çətinlik çəkirdi. Çörəyin ayrıcılığı olsa daha yaxşı olar ki, ətin dadını daha yaxşı hiss edəcəksən. Amma əti ayrıcılıqda dedim, dan ət idi. Ət doğru idi bu arada. Porsiyalar gördünüz çox idi. Sadəcə xoşuma gəlmədi ki, ətin tərkibində buyruqlar var idi ki, onlar biraz məni narahat edirdi. Rəyimiz də Google-da yazaq. Deməli 4 ulduz verik. Qidaya 4, xidmətə 5, atmosferə də 5 verik. Rəyimizi yazırıq. Yedim ən yaxşı dönər olmasa da məkanın xidmətini bəyəndim.
bəyəndim. Fərqli dönər çeşidləri var. Onları yaxınlamaq üçün yenidən gələrəm. Şəkillərimizi əlavə edib. Keçək Bakının ən bahalı dönərini yeməyə. İzləmədə qalın. Abunə olmağı da unutmayın. Bunu tez-tez deyirəm çünki baxıram ki, abunə olmaq yaddan çıxır. Gəldik 4-cü məkanımız olan Xətayidə yerləşən Günaydın restoranına. Bakının ən bahalı dönərini yeməyə getdik. Sifarişimizi verdik. Tombik dönər. Qiyməti 20 manatdır. Vaxtı qoşmuşuq görə neçə dəqiqə gələcək. Sifarişimiz gəldi, hardasa 10 dəqiqəyə gəldi və yanında kartof fri də təqdim edədilər. Qiymət olaraq da 20 manat. Dadına baxaq görək, dadı necədir? Digərlərindən fərqli olaraq bunun içində turşu xiyarı da var. Ölçü olaraq böyükdür. Məncə dönərin çörəyi nə qədər nazik olursa o qədər yaxşıdır ki, içindəki əti belə deyim, hiss eləyərsən tam olaraq, dadını hiss eləyərsən. Ona görə nazik çörək mənə görə daha yaxşıdır. Mayonezi, ketçupu, hər hansı bir sosu yoxdur. Ətin özüdür, pomidordur, kartof fridir, turşu xiyardır. Yəni ortalama olaraq bilmirəm nə deyim, amma çörəyini bəyəndim. Çörəyi çox yaxşıdır həqiqətən. Ayranların dadına da baxaq. Ayranları dəhşət çox qatıdır. Yəni qatı olmağı pis deyil, amma bu qədər aşırı qatı olmağı yaxşı deyil, belə deyim. Bayağı bir ağırdır ayran özü. Ona görə ayranla da çox bəyənmədim. Biraz duru olsa daha yaxşı olar. Tamam, mən istədiyim kıvamda deyillər. Çox qatıdır. Yediyim ən möhtəşəm dönər deyil sözün açıq. Yəni dönər yemək üçün indi bura gələrəmmi, açıq gəlmərəm. Daha fərqli məkanlara gedərəm. İkinci getdiyimiz məkan məsəl üçün Şeyx restoran, Şeyxin dönəri deyirlər. Orada həm qiymət ucuzdur, həm də dönərləri də yaxşı idi. 20 manat dönərə vermək nə bilim, məncə doğru deyil. Yanında verilən kartof fri də ki, yedim yaxşı kartof fri deyil. Deməli mən bu məkana verəcəyim bal 5 bal üzərindən dəyərləndirməmə görə 4 dolar, 20 manata görə dönər çox bahadır deyə düşünürəm. Bu ümumiyyətlə də öz rəyimizi yazaq. Deməli 4 bal verirəm, qidaya 4 verirəm, xidmətə 5 verirəm, atmosferə 5 verirəm. Atmosfer, interyer həqiqətən möhtəşəmdir, xidmət də çox yaxşıdır. Məkan interyer baxımından çox möhtəşəmdir, xidmət də çox yaxşıdır, qiymətli lüks məkan olduğu üçün yüksəkdir. Dönərləri test etmək üçün gəlmişdim. Amma düzünü desəm təkcə dönər üçün bu məkana gəlmərəm, çünki qiymət kifayət qədər bahadır, 20 manat. Amma ümumiyyətlə gözəl bir axşam yeməyi üçün gəlmək olar. Ümumiyyətlə də öz balımızı verdik, rəyimizi yazdıq, çəkimizi də əlavə elədik. Keçək ümumi bir qiymətləndirməyə. Bu arada ümumiyyətlə bu məkan 1316 rəy üzərindən 4.3 bal alıbdır ki, bu da çox yaxşı bir nəticədir, qeyd edeyim. Belə, dönərlə bağlı olan videonun yavaş-yavaş sonuna yaxınlaşırıq. İzləyicilərimizin hər zaman bu tərzdə olan videolar xoşuna gəlir. Dönərlə bağlı olan videolar xoşuna gəlir. Görürəm ki, bayağı bir izlənmə gəlir. Siz də bu videonu bəyəndinizsə, rəy yazmağı, kanala abunə olmağı unutmayın. İndi isə mən öz sıralamamı bildirim. Bu arada 4 məkana getdim bugün. 4 məkanı yoxladım. Hər məkanın üzərindən qiymət və keyfiyyət olaraq 4-cü yerdə qoyacağım məkan 1 manat 50 qəpiyə verilən dönər yeri oldu ki, orada o qədər də bəyənməsəm də, amma qiyməti ucuzdur deyə biraz tərəddüd edirəm, amma yenə 4-cü yerə qoyuram. 3-cü yerə qoyacağım məkan Günaydın restoran, 2-ci yerə qoyacağım məkan Hayrət dönər, 1-ci yerə isə Şeyx restoranını qoyuram ki, Şeyx restoranının mənim izləyicilərim demək olar ki, əksəriyyəti rəy bölməsində həmin məkanı mənə təkidlə məsləhət görürlər ki, həqiqətən dönərlər çox xoşuma gəldi. Əti yaxşı idi, dad balansı yaxşı idi, çörəyi yaxşı idi, amma Şeyx restoranının xidməti bəyənmədim. Yəni siz də getsəz xidmətdən narazı qalarsınız ki, Google-da da xidmətlə bağlı hədsiz dərəcədə çox şikayətlər var idi. Yaxşı olar ki, məkanın qarşısında durub dönəri sifariş verib orada da yeyib dadına baxarsınız. Ən gözəli budur. Yox, qiyməti bir kənara qoysaq, sırf keyfiyyət olaraq baxırıqsa, onda yenə də mənim sıralamam 4-cü yerdə 1 manat 50 qəpiyə verilən dönər, 3-cü yerdə Hayrət dönəri, bu səfər 2-ci yerə Günaydın restoranını qoyuram. Qiyməti çünki nəzərə almıram. 1-ci yerə isə yenə də Şeyx restoranını qoyuram ki, Şeyx restoranı mənim getdiyim 4 məkan arasında favori restoranlarımdan biri oldu ki, yenə də gedərəm. Bu qədər mənim sıralamam belədir. Siz də bu tərz videoların gəlməsini istəyirsinizsə, rəy bölməsində mütləq şəkildə qeyd edin. Daha fərqli hansı videoları çəkmək istəyirsinizsə, necə bir konsept görmək istəyirsinizsə, onu da şərh bölməsində qeyd edə bilərsiniz. Bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək kanala abunə olmağı da, rəy yazmağı unutmayın. Hələlik.